Bəziləri məsələn tövbədən qorxurlar. Məsələn gəlmişdilər bir dəfə, mən deyirəm ki, tövbə eləyir. Deyir, yox, tövbə eləmərəm, tövbə pis şeydir. Nəsihət edirəm, bir də eləmərəm bu işi. Deyirəm, qardaş, kim dedi tövbə pis şeydir? Allah deyir ki, mən tövbə eləyənləri sevirəm. Yox, tövbənin düşər-düşməzi olur. Görürsünüz nə qədər cəhalətdə yaşayan insanlar var. Yox, tövbə eləmirəm. Əslində özü üçün bir əli yeri saxlayır. Ki bir dəfə də eləyəcəm onu, istəyirəm eləyəm yenə. Birdən tövbə eləyərəm, yenə də eləyərəm, başıma bir bəla gələr. Çoxu bu prinsiplə, bu düşüncə ilə yaşayır. Çoxu and içməyə pis baxır. Gündə yalandan and içər ha, öz yerində. Amma gəlsin bu məsələn Qur'ana and içmək, deyir yox, əgər sən düzsənsə, nə üçün and içmədən qorxursan? Sən əgər Allah yolunda istəyirsən olasan, Allaha bəndə olasan, Allah'tan əhd peyman bağlıyorsan, nədən qorxusan? Bunun nəyi pisdir?